Son 20 ildə 2005-2024-cü illərdə istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirənlərin və ölənlərin sayı 4 dəfə artıb. Yenavaz.com açıqlanan rəsmi statistikaya istinadən xəbər verir ki, istehsalatda əmək qabiliyyətini itirənlərin və ölənlərin sayı 2005-ci ildə 189 nəfər olduğu halda 2024-cü ildə 747 nəfərə yüksəlib. Qeyd edək ki, bədbəxt hadisələr nəticəsində ölənlərin sayı ötən il 88 nəfər olub. Onu da bildirək ki, ölüm halları ən çox tikintidə qeyd alınıb. İl ərzində baş verən ölümlərin 28,4%, yəni 25 nəfəri tikinti sahəsində baş verən bədbəxt hadisələr zamanı qeyd alınıb. Bunlardan başqa il ərzində nəqliyyat və anbar təsərrüfatında 20, emal sənayesində 6, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 8, mədən çıxarma sənayesində 2, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində 1, informasiya və rabitə sektorunda 1, digər iqtisadi fəaliyyət növlərində isə 22 nəfər bədbəxt hadisə nəticəsində ölüb.